Salamlar, vaxtınız xeyir olsun. Mən Gözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, e, magistratura və yaxud bakalavr imtahanlarına hazırlaşan tələbələr yaxud namizədlər olsun, imtahanlara getdikdən sonra, mənfi nəticə əldə etdikdən sonra yenidən indi də olacaq, əvvəllər də oldu. İntihar halları 1-ə 5 artır. Çünki valideyni, anası, qardaşı, bacısı, hər hansı valideyn fərdlərindən biri bunun peşəyə başqa bir istiqaməti yönəltmək yerinə daimi olaraq el qınağa verir. Hamı oxuyursa oxumalısan, oxumursan deməsən tupoysan. Gör nə qədər sən eşşək olasan ki, nə qədər qeyri-etikdir, uşağı imtahandan sonra daimi olaraq pis yollara əl atmağa, mənfi reaksiyalara sürükləyirlər və sonrasında da pis bir şey baş verdiyi təqdirdə çəkib dururlar kənara və millətin içərisində elə bir dırnaq arası qovma əqrəba çevrəsi, ki, bunlar pis də olurlar. Elə bir reaksiya göstərirlər ki, sanki bu şoya xarakterlidir. Sən tülküsən, yoxsa artistsən, bunu qabaqcadan can yandırmaq lazım idi. İndi güya sənin yanır canın, yalansa. Və nəticə etibarı ilə də imtahana kəssən tələbəyə sənin boyvi yerə soxum, kül sənin başva, belə uşaq övlad olmaz olsun kimi ifadələr və nəticə etibarı ilə də məhv oldu, getdi. Amma onun qulağından tut anlamaq yerinə, əlini boynuna yaxud çiyninə qoyub bir söhbət peşə istiqamətinə götürüb aparsan, hər hansı bir növ bərbəri olsun, yaxud kompüter IT sahəsi olsun, tək IT müəssisəsində peşədə də var. Və nəticə etibarı ilə oradan qazancı ali təhsil vaxtı diplomdan 4 il, 5 il geçsən, it kimi sürün, axırda əksəriyyət var da təhsilli işsiz. Amma təhsilsiz nailiyyət əldə edənlər çoxdur. Ki, sonradan iş tapmırsan, pis vəziyyətdə qalmaqlısa peşədən get, yönəlt. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj yönləsi məlumat verə bilərlər.